Hörmətli izləyicilərim, gəlmişəm bugün Şəmkir rayonu Zəyəm qəsəbəsindən Xəyal Bozoğlu'nun dəvəti ilə onun ərazisində, bağında Allah xeyir eləsin təzə bağ salıbdır. Suya ehtiyacları var, su axtarışı eləmək üçün. Axtarışı elədim, əvvəlki videolarımda göstərdiyim kimi, dediyim kimi, yəni əvvəlcədən axtarış eləmişəm, çox çəkiliş vaxt aparmasın deyə. Yenə göstərirəm, necə axtardım suyu, tapdım, bax. Yandım, biolokator döndü, işarə verdi və mən biolokatorun arxasınca gəldim. Fikir verirsinizmi? Və burada işarələdiyimiz yerə çatanda qarşımı kəsdi. Bu deməkdir ki, bu ərazidə bizim axtardığımız qazılıb çıxartmaq üçün lazım olan su buradadır. Dərinliyini də yoxlamışam ənənəvi ayaq vurma metodundan və xırda daşlarla. Daşlarım da var mənim, hansı ki, suyun dərinliklərini onlarla da müəyyən edə bilirəm. Su 20-22 metrə arasında görsənir. Allah xeyir eləsin, bol sulu olsun inşallah. Allah təsərrüfatına da xeyir versin. Xəyal, Allah köməyin olsun, etibar eləyib, etimad göstərib, dəvət elədiyin üçün də təşəkkür edirəm. Sağ ol, biz təşəkkür edirik.